Başladım. Hə, uşaqlar, bax bu hissəni çək, yaxınlaşdır. Mənim oxumağım, mənim oxuduğum, mənim oxuyanım oxumaq hərəsi. Biz bunu dəqiqləşdirməliyik ki, ismidir yoxsa deyil. Oxumaq nədir? Məstər. Sizin fikrinizcə mənim oxumağım feilidir. Niyə? Çünki məstərdir. Amma məsələ burasındadır ki, burada mənsubiyyət olduğuna görə bu olacaq ismi. Hər zaman axırdakı şey. Yox, bəli, hər zaman bu işləmir. Bu oldu ismi. Səbəbi nə oldu? Burada nə var? Bunu saxlayıb, buna qayıdacam. Əslində bunu axıra yazacağam. Mənim oxuyanım. Oxuyan nədir? Feil sifətidir. Bunun nədir? Mənsubiyyət. Burada bu nə olacaq? İsmi. Oxuduğum nədir? Bəli. Sən birbaşa cavabı dedi, amma oxuduğum nədir? Feil sifət. Orada da mənsubiyyət var. Biz bu mənsubiyyətə görə onun ismi götürə bilərik. Necə mənim? Burada da mənsubiyyət var. Bunu ismi götürürük. İsmi götürürük. Niyə? Çünki dörd üstə gəl mənsubiyyət feil sifətin öz şəkilçisidir. O bir yerdə gedir. Ona görə buna nə yazırıq? Bəli. Feili birləşmə. Bəs oxumaq həvəsi, ismidir feili. Bu ismi. Hardan bilir? Biz bura baxırıq da, əsə nə olur olsun? İkinci növdür. Ay salı. Yadınıza saxlayın. Biz söz birləşməsində baxın. Birinci tərəf asılıdır, ikinci əsasdır. O asılı əsasın mənası var. Yəni mən buna baxmıram. Buna baxıram. Bunun ifadə vasitəsinə görə təyin edirəm. Feildir, yoxsa ismi. Ona baxıram. Burada nə yazılır? Yazılsın. Bir də, əgər sual verirsə ki, feili bağlama, məstər, feili sifət, asılı əsas tərəf ola bilirmi? Olur. Yüksək səviyyədə işlənəbilir. Oxumaq istəyəndə, baxın, oxumaq məstərdir, istəyəndə feili bağlama. Sonra, tutaq ki, nə deyim, istəyəndə, istəyib oxumaq, belə də ola bilər. İstəyib oxumaq, istəyib feili bağlamadır, oxumaq məstərdir. Yəni, bunlar hər biri yerini dəyişə bilərlər, rahat asıl və əsas tərəfdə işlənə bilərlər. Aydın oldu. Deməli, başqa bir şey deyil. Bir də nə qaldı?